O çox görmüşük. İzolyasiyanı tozlu vururlar həqiqətən də. Setka da vurmurlar. Su girir izolyasiyanın altına, yuxarı qalxa bilmir axı. Başlayır şeyi qaldırmağa, mozaikanı qaldırmağa. Bir müddət sonra betonun arasına girir. Burada bir dənə hovuz var idi, uzunluğu 35 metre idi. Bizi dəvət eləmişdilər, beton partlayıb bizi ortadan. O neynimiyorlar? Beton partlayıb bizim hovuzu sökəcək. Əlbəttə təhlükə. Bir sən nətər təhlükəlidir. Sən çünki hovuza tullananda, basınc əmələ gəlir axı orada. Bir də eyni anda təsəvvürlə 20 nəfər tullanır suya. Olimpik hovuzlarda nətər görmüşsünüz? Sən şeydən atlama platformasından tullanırlar. Hiss eləmir ki, üzgüçü heç vaxt bilmir bu hovuzu necə inşa edib. Əslində hovuz inşa edən mütəxəssislər məsuliyyət alırlar üstlərinə. Yəni bu spesifik işlərdir. Yəni məsələn ev tikən mühəndislər, bina tikən mühəndislər, memarlar necə spesifik işlər görürlərsə, hovuz da özü spesifik işlərdir. İnsan həyatında da çox böyük rol oynayır. Eyni qaydada saunası da olsun, hamamı da olsun, buxar otağı da olsun. Bunlar hamısı mühəndis hesablamaları ilə düzgün tikilməlidir və yazı ilə inşaat bir-birini tamamlamalıdır.